Əsnadla Məryəm daha çox. Hətta Rabiyə özü də bu evə gələndə çox duyğulanırlar, yəni çox pis olurlar. Elə bilirlər ki, analarını burada qoyub gediblər, gəlib burada tapacaqlar. İstər-istəməz də anaları ilə böyüdükləri evdə gözlərini açandan burada yaşayıblar. Gəlirik bura bizə danışırlar ki, pilləkəndə ana uçdurardı, bizə ana supu yedizdirərdi. Düşərdik pilləkəndən, qaçardıq həyətdə, gələrdik, bir dənə qaşıq yeyərdik, təzədən düşüb oynayardıq. Yəni belə xatirələri var. Orada pilləkənin başında Əminə xanımın yetişdirdiyi gül var. Əsnad hər gələndə o gülü yoxlayır, görüm yerindədir yoxsa yox. Mən də demişdim ki, söz verirəm ki, bəs bu evi yavaş-yavaş əvvəlki halına qaytarıb, uşaqları uşaqlıqlarını keçdiyi evə köçürdəcəm və biz artıq başlamışıq.